mutlaka mübahisəni davam etdirəcəyik. Təmas təşkilatı olmalı, qəza sonrası silahlı olmalıdır. Bunun yolları olmalı, silah gücünə də. Silah fabrik çətin sınavlardan keçdi. Yaxın şartında ölkəmiz yaşadığı onların hamısı yerinə yetirdik. Qarşıda hələ çox görəcək. Biz birlikdə bütün tapşırıqları yerinə yetirəcəyik. Ətrafımızda sülh zonasını genişləndirəcəyik. Azərbaycan Dövlət Şirkətinin Aznəf İstehsalat Birliyi ilə Singapurun Transit Solution və müəssisəlikdə şirkətləri arasında anlaşma məlumatı imzalanıb. Aznəf xəbər verir ki, sənədi ictimai birliyin baş mühəndisi, baş direktoru birinci müavini Tofiq İldarov, Transit Solution şirkətinin texniki direktoru Michel Amorselin və müəssisəlikdə şirkətinin rəhbəri Qay Helix imzalayıblar. Razılaşmaya əsasən Aznəfin strukturuna daxil olan neft və qaçışların idarələrinin qaz yığım və nəql sistemində istismar edilən separatorların mövcud rejimlərə uyğun modernləşdirilməsi həyata keçiriləcək. Həmçinin sahə üzrə 10 nəfər əməkdaşa təyin keçiriləcək. Nəticədə separatorların daxiləndirilməsi, nasazlıqların aralandırılması, uğurlu iş artımı ilə bağlı yoxlanma, yerli mütəxəssislərimiz tərəfindən müstəqil şəkildə həyata keçiriləcək.